Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək məqsədi ilə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından dəstəyini davam etdirir. İnstitutun əsas hədəfi istehlakçıların sağlamlığının qorunması, eyni zamanda sahibkarlara qida təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun fəaliyyətin qurulmasında dəstək göstərməkdir. Xidmət göstəriləcək obyektə institutun mütəxəssisləri gələrək yerində baxış keçirilir. Baxış zamanı müəssisədə xam mal girişindən hazır məhsul satışına qədər bütün mərhələlərdə qanunvericiliyin tələblərinə əsasən obyektin sanitar-gigiyenik və sanitar-texniki normalara uyğunluğu, həmçinin müəssisə daxilində həyata keçirilən proseslərin uyğunluğu, izlənilmə və HACCP sisteminin tətbiq vəziyyəti yoxlanılmaqdadır. Daha sonra aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün mütəxəssislər tərəfindən tövsiyələr verilir və müəssisə həmin uyğunsuzluqları aradan qaldırır. İnstitut bu fəaliyyətlə qida təhlükəsizliyi standartlarının ölkə üzrə tətbiqinin genişləndirilməsinə, istehlakçılar üçün təhlükəsiz məhsul təminatına və sahibkarlıq subyektlərinin məsuliyyətli iş praktikasına dəstək verməyə davam edir.